ki, mən sənin kimsin deyiş 4 dənəsini evimdə qulluqçu işlədirəm. Nə olsun deyiş şəhid qızırsan? Gel əlini, hara qəlbini qoğura. Axirətə deyir Rəşad İskəndərovun üstünə getməyəsən, prokuror. Qoy getsin, sənin kimsinin 100 şəhid qızı, 100 şəhid anası gedir. Ağzına vurur deyir prokuror, qaytarır mənim üstümə. Kanal 21-ə müraciət edən Əslən Laçın rayonundan olan məcburi köçkün Qurbanova Rəqsanə bildirir ki, o şəhid qızıdır. Onun sözlərinə görə ailəsi vaxtilə ermənilər tərəfindən girov götürülərək əsirlikdə saxlanılıb və yalnız 4 il əvvəl Azərbaycana geri dönə biliblər. Hazırda isə 4 ildir ki, Bərdə rayonu Kələntərli qəsəbəsində bələdiyyənin balansında olan uçuq sökük vəziyyətli bir tikilidə məskunlaşıb. Qurbanova Rəqsanə iddia edir ki, həmin ərazinin keçmiş istifadəçiləri ondan oranı tərk etməsini tələb edirlər. O isə başqa yaşayış yeri olmadığını əsas gətirərək oranı boşaltmaqdan imtina edib. Onun sözlərinə görə bu səbəbdən adı çəkilən şəxslər evə daxil olaraq onu və xalasını döyüb, əşyalarını isə çölə atıblar. Şəhid qızı olduğunu bildirən Qurbanova Rəqsanə deyir ki, buna baxmayaraq müxtəlif haqsızlıqlarla üzləşir. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Bərdə rayon Kələntərli qəsəbəsində yaşayan Laçın rayonu məcburi köçkünü Qurbanova Rəqsanə Firdovsi qızı. Nəzərinizə çatdırım ki, özüm şəhid qızıyam. Anam Kəlbəcərin tinirində şəhid olmuşdu. Xalam Alışova sonra Qəmbər qızıyla birlikdə 8 ay ermənidə əsirlikdə qalandan sonra Qırmızı Xaç Aypara Cəmiyyətinin vasitəsilə ulu öndərimizin göstərişi ilə köməklə Azərbaycana dəyişmişik. Hal-hazırda da 4 ildir xalamla birlikdə, az yaşlı evladımla birlikdə Bərdə rayon Kələntərli qəsəbəsində bələdiyyə məxsus mülkiyyətdə yerləşən bir uçuq daxalda pənah gətirmişik yolda xalam. İndi də bizdən əvvəl orada yaşayan məcburi köçkünlər iddia qaldırır ki, buradan çıxın. Bununla bağlı da işimiz məhkəmədədir. Yəni, onlar birinci məhkəmədə müraciət edən Bərdə rayon məhkəməsinə də gəldilər, bu hadisəni törətdilər, bizi döydülər. Gəncə şəhər apellyasiya məhkəməsinə də iş veriləndə yenə hücum çəkdilər, bizi döydülər. Sağ olsun Bərdə rayon şöbəsinin rəisi Ənvər müəllim, sizdən çox razıyam bir şəhid qızı kimi. Allah sizdən razı olsun ki, yenə köməkli yerə bu üçün səfərdə artıq 12 fevralda yenə qarşı tərəf hücum çəkərək bizim evli əşyaların bizi evdə olmayla çölə töküblər. Artıq bizə qapıya çəkəndə yenə hücum çəkdilər, bizi döydülər. Bu məlum hadisə baş verdi. Xalamı döydülər, məni döydülər. Ənvər müəllim 102 yığanı sonra şöbənin əməkdaşlarını göndərdi, sakitliyi bərpa elədi. Bizim əşyalarımızı içəri qaytarmaqda köməkdarlıq elədilər. Demək olar gecə saat 12-yə kimi tam asayiş bərpa olunca bütün şöbə kollektivi bizim həyətdə olubdur. Başda Namiq müəllim olmaqla, Ənvər müəllim olmaqla bütün heyətimizə təşəkkür edirəm. İndi də xalam həmin gün döyülməklə vəziyyəti pisləşdiyinə görə təcili yardıma zəng elədi. Təcili yardım maşından Bərdə rayon diaqnostika şöbəsinə yolladılar. Orada da acildə ilkin diaqnoz qoydular. Baxdı, Hafiz həkim qəbul elədi xəstəni, MRT elədilər, stimka elədilər, sənədlərini də mənə təhvil verdilər. Xəstəyə diaqnoz qoydular ki, baş beyin silkələnməsi, bir də başın açıq yarası, kompüterə bu cürdə işləndirir. Bu üzrə 8 gündə də xəstə həmin diaqnostika mərkəzində müalicə görür. 3 gündən sonra Hafiz həkim məni xəstəxanaya çağırdırıb ki, Rəqsanə xanım, o kompüterdəki diaqnozu Sona xanıma qoymaq üçün, yəni epitrizmlə göstərmək üçün və xəstə yaxşı olana kimi müalicə müddəti davam eləmək üçün mənə 500 manat pul verməlisən. Mən səs-küy yaradandakı təbbə müraciət edəcəm, prokurorluğa, rəisə müraciət edəcəm. Ondan sonra dedi ki, şəhid ailəsi olduğumu nəzərə alıb 300 manat olmalıdır. Çünki xanım deyir, məndən incimə, o sənətdən mən də qol çəkirəm. Ramiz həkim də baş həkim qol çəkir. Bir də ümumi şöbə müdürü Vüsal həkim qol çəkir. Ən az 300 manat verməlisən ki, 100 manat bizim hörmətimizə eləməlisən ki, üçümüz də qol çəkib peçat olmalıyıq. Bununla bağlı xəstəmi də dünən Ramiz həkim məni təhqir eləyərək, qolundan belə itələyərək, bir dənə ambulans belə vermək ki, o xəstəni mən evə gətirim. Ramiz həkim xəstəmi yarımçıq vəziyyətdə içərdən çıxartdı, epitrizi düzgün qaydada yazılmadı, qəbul olduğu diaqnoz qoyulmadı və bir dənə ambulans belə vermədilər, çox sağ olsun. Mərkəzi xəstəxananın təcili yardım şöbəsinin müdürü Dağıstan həkim, Allah razı olsun. O səsimə səs verdi ki, şəhid ailəsinə xidmət edərək bizim borcumuzdur, cənab prezidentin də tapşırığıdır. O bir ambulans verdi, xəstəmi evə onunla gətirdi. Ona görə cənab prezidentin bu məsələ ilə bağlı dünən təbdil qaynar xəttin yığdım, baş prokurorluğun qaynar xəttin yığdım. Bir də cənab prokurorumuz Rəşad İskəndərov cənablarına yazılı şəkildə ərizə verdim. Ramiz həkim dünən mənə deyir ki, mən sənin kimsin deyiş 4 dənəsini evimdə qulluqçu işlədirəm. Nə olsun deyiş şəhid qızırsan? Gel əlini, hara qəlbini qoğura. Axirətə deyir Rəşad İskəndərovun üstünə getməyəsən, prokuror. Qoy getsin, sənin kimsinin 100 şəhid qızı, 100 şəhid anası gedir. Ağzına vurur deyir prokuror, qaytarır
gəlib deyir, o saxta verdiyim ev krizi yalvarıb alacaqsan. Prokurorun da yanına deyir, get də, ağzına vurub qaytaracaqlar mənim üstümə. Get əlin hara gəlibdi, qoru. İstəyirsən təbirə zəng elə. Get kimə deyirsən deyir. Ona görə də cənab prezidentim, mən sizə səslənirəm. Xahiş edirəm, mənim səsimə bir şəhid qızı kimi səsimə səs verəsiniz. Mehriban xanım, analar anası, bir anasını itirmiş Azərbaycan xanımı kimi sizə səslənirəm. Sizin də qız evlatlarınız var. Siz anasınız, gözəl insansınız. Xahiş edirəm, mənim səsimə səs verin. Ona görə də bu məsələ araşdırılsın. Hafiz həkimdir, Ramiz həkimdir, Vüsal həkimdir. Bunların bu diaqnostika mərkəzində, mərkəzi xəstəxanada bu törətdiləri öz başlanıqlara son qoysun. Sizdən xahiş edirəm, cənab prezidentim. Mənim sənətimin düzgün verilməsində, xəstəmin müalicəsi düzgün başa çatmamış, məcbur şəkildə çıxardılmasında. Bax, bu məsələlərdə mənim gücüm bunlara, Hafiz həkimə, Ramiz həkimə, Vüsal həkimə çatmır. Deyək, prokurorluq da baxası deyil. İstəyirsən, get baş prokurorluğa çıx. Rəşad müəllim də bu işə baxası deyil. Sənin kimsinin yüzü gedir. Ona görə mənim ancaq əlacım sizdən kömək istəməkdir. Cənab prezidentim, Mehriban xanım, bir şəhid qızı kimi, bir əsrdə yaşayan Azərbaycan xanım kimi, bir məcburi köçkün kimi, ikinci qrup əlin işgəncə nəticəsində çox pis vəziyyətdədir xalam. İndiyə kimi də ancaq sizin mərhəmətinizi görmüşük. Ona görə cənab prezidentim, yenə xahiş edirəm, mənim səsimə səs verirsiniz. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid-i aidiyyəti qurumlara və Allaha qalır.